Hello, my name is Asim and welcome to my channel. Bu günləri nə edəcəyik özüm də bilmirəm. Əslində bilirəm, səhər eləməmişəm. Nəysə, bu günləri eləməli olduğum şeylər tez bazar danışıram. Fizika yazmalıyam, informatika yazmalıyam, Zipgrade işləməliyəm, ingilis dili öyrənməliyəm, Python öyrənməliyəm, idman öyrənməliyəm. Və sözü çox uzatmıram, indi heç nə danışmıram, niyə bilmirəm, boğazım quruyub, su içməliyəm, su da burdadır, niyə içmirəm, bilmirəm. Oturub indi dərs yazıram. Freestyle atıram elə bil, nəysə. Nəysə, çox nəysə. Dedim, eybiyo. Sağ olun. İndi sağ olmayın. Axşam sağollaşdıq. İndi bunu bağlayıram. Gedirik özümüz üçün məhliyə. Gedirik, oturaq, biraz top falan oynayarıq. Bu günün idman eləmə şeyini də həmin o top oynamaq işi ilə həll edirik. Evə gəlib bir də idman. Yox, əyləyici, idman sağlamlıqdır, cumrahlıqdır. Siz də idman edin. Bəli. Keep strong. Bir şeyə fikir verdim ki, 2 aydan sonra, təxminən 2 aydan da az bir vaxtdan sonra, bir ay neçə gündən sonra kanalımda, TikTok'da, Instagram'da falan ilk videomu atmağımın üstündən bir il keçəcək. İndi hal-hazırda yəni təxmini olaraq 9 ay, yəni 9 ay, 10 ay falan keçmiş olub və 10 aya YouTube'da 2700, TikTok'da 2200 falan, Instagram'da da 1000 neçə takipçi olmuşuq, 1010 falanıq, 1010, panel damısı. 1010 falan olmuşuq. Yəni 9 aya bunları eləyə bilmişik. Qələbə bizimdir. Böyük deyil əslində, çox deyil, amma mənə görə çoxdur da, başa düşürsünüz. İlk kanalımdır mənim, yəni bu cür nə olur da. Bundan əvvəl neçə dəfə kanal falan atmışam. Yəni heç biri 500 abunəyə keçmir də. Onun üçün, yəni bu mənim üçün böyük bir şeydir. Çox sağ olun abuz. Bir il tamam olanda da ki, maraqlı bir şey eləyərik. Yəni kanalımı açmağımın üstündən bir il keçmiş olanda maraqlı bir dənə konsept aparıq, çəkərik onu. Və 2700 abunə olmuşuq uşaqlar, 3000 olmağımıza az qalır. Son 300 abunədir 3000 olmağımıza və muştuluq vermişəm. 4000 saat izlənmənin də 2400-ü tamamlamışıq, 1600-ü qalıb. Yəni hətta deyəsə 2500-də olmuşduq, 2500 saat olmuşdu. Yəni sizə inanıram, videolara axıra kimi baxın. Daha çox izlənmə saatı gəlsin, daha çox tez pul qazanmanı açın. Mən bu YouTube'a pul üçün başlamışam və bir il olub ki, mən buradan qara köpük qazana bilməmişəm. Ona görə videolara axıra kimi baxın. Bir dənə TikTok'dan $1 qazanmışam. O $1 da çıxarda bilmirəm. $4 olmalıdır ki, minimum çıxarda bilim.
Gedim videolara axıra kimi baxım, mən də pul falan qazanım burada. Görsəm ki, yeni ilə kimi mənim pul qazanmam açılmayıb, yeni il yoxdur indi. Ad günümə kimi mənim pul qazanmam açılmasa YouTube'un başını buraxıram, amma deyirəm indi də. Ad günümdə yanvarın 7-sidir. Bunu da buradan demiş oldum. Təbrik edirsiniz mən yanvarın 7-si. 7 şey eləyirsiniz də ad günümdə. Storylərinizdə zətdə paylaşıb keçirirsiniz ki, təbriklər falan eləyirsiniz də, nə olar? Mənə də etiket deyirsiniz, mən də repost edərəm. Oyda, otağın işığı bu dəqiqə. Burada yananda işıq çox bomba vurur ha. Ləzzət elədi. Nəysə, hal-hazırda saat 8-ə işləyir, 12 dəqiqə və 1 saat neçə dəqiqədənsə sonra mənim onlayn dərsim başlayır. Yəni 9 zamanında başlayır, 60-dan bu 12-ni çıxa bilmədim, 38 eləyir deyəsən. 48 eləyir. 1 saat 48 dəqiqədən sonra mənim hazırlığım var. Mən bu ağılla necə qırmızı atistat almışam. Nəysə, informatikanı yazmışam, fizikanı yazmışam. Fizika onsuz da əvvəl yazdığımız mövzunun təklərini vermiş deyənə. O qədər çətin olmadı, tez bazar yazdım. İnformatikada çətin olmadı. Yəni mövzu rahat mövzudur. Mətn redaktorlarıdır. Güvəndən vermişdi test müəllimə. Onu da işlədim. İndi sadəcə eləməli olduğum şey Python ilə ingilis dilidir. Onları da indi oturub eləyəcəyəm. Birinci yemək yeyəcəm, sonra onları eləyəcəm böyük ehtimalla. Belə, çox da danışa biləcəyim bir şey var, yoxsa yoxdur bilmirəm. Bizə saniyə fikirləşim, maraqlı bir şey varsa danışım. Python falan soruşursunuz, haradan öyrənirəm, onu deyim. YouTube'da Python dərsləri kanalı var, türklərin bir kanalıdır. Orada bir dənə playlist var, Python'a giriş. Oradan öyrənirəm, yəni o videolara baxa-baxa öyrənirəm. Belə, keçən gün də bir də onlayn dərsdə bizim müəllimimiz bilir də Python'ı. Nəsə dedi ki, 3 aya Python öyrənmək olurmuş, yəni ileri səviyyədə 3 sayı öyrənmək olurmuş. Ya orta səviyyədə, ya da ki, ileri səviyyədə. Belə dillərdə necədir A1, A2 falan o cür nə bözə, ya B2 səviyyədə, ya C1 səviyyədə deyəsən Python-u 3 sayı öyrənmək olurmuş. Gələn ayın 21-i riyaziyyatdan Rufonun məktəb turunu saymasaq birinci mərhələsidir, məktəb turunu saysaq ikinci mərhələsidir. Əvvəllər bu məktəb turu falan yox idi deyənə, ya da var idi, nə bilmirəm. Yəni bu il mən getmişəm Rufoya. Məncə keçən il belə bir şey yox idi da. Bilmirəm, mən keçən il getmədim yenə, xəbərim yoxdur o söhbətdən. Nəysə də bu yarım finaldan əvvəlki tur. Niyə təzədən başladım? Ən axırıncı şey deyirdim deyəsən. Yarım finaldan əvvəlki tur. Baxın, orada yanvarın 21-idir. Riyaziyyat yanvarın 21-idir. İnformatika səhv eləmirəmsə, bir həftə əvvəl ya da bir həftə sonra olur da. Riyaziyyatdır, fizikadır, nə bilim, biologiya bilmirəm var yoxsa nədir. Həmin o fənlərdən bir həftə əvvəl ya da bir həftə sonra olur səhv eləmirəmsə informatika turu. Ona görə informatikaya da təqribi bir aya yaxın vaxt var da. Bir ay ərzində Python-u öyrənib getsəm, həmin o turu keçərəm böyük ehtimal. Çünki bildiyim qədərilə o tur o qədər də çətin olmur da. Əsas məsələ yarım finallar finalda başlayır. Riyaziyyat da ki, bilmirəm, yəni gedəcəyəm, Allah axırımızı xeyir eləsin də. Yəni bilmirəm. Riyaziyyatını da belə deyim, yəni biz qlobal olimpiyadalara hazırlaşanda təqribi həmin suallarla birinci turun sualları əlaqəsi yoxdur. Rüfa daha çətindir. Bu da birinci tur deyəcəm, ikinci tur, yəni dilim öyrəşmək. Birinci tur deyə getmişəm hər yerdə deyim. Birinci tur demək daha rahatdır. Siz yarım finaldan əvvəlki turu nəzərdə tutduğumu fərz eləyim. Nəysə, o tur dəhşət çətin olur. Birinci tur yəni çətin olur, çox çətin olur həm də. Nəysə. Riyaziyyatını da bilmirəm, yəni keçsəm əgər yaxşı olar, keçməsəm də can sağlığı, gələn il təzədən gedərəm. İnformatikasından amma ümid varam bir şey eləyə bilərəm. Bu il də olmasa, bu il, yəni yaya qədər də bu tədris ili qutarana qədər Python-u öyrənməyə çalışacağam ki, gələn il Python-dan nəsə eləyim. Rufodan medal ala bilsəm, yəni informatikasından çox bomba olardı. Yəni banımdır, adadır falan, müsabiqədən kənar birbaşa qəbulu vardı. O çox qəşəngdir. Və informatika medal alan, səhv eləmirəmsə, informatika texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, informatika müəllimliyi istəməsəm də, yəni informatika müəllimliyindən əmin deyiləm. Yəni, olmaq istəməm, yəni müəllimlik mənlik deyil ümumiyyətlə. Amma səbəbimizdə yəni, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyalarına birbaşa qəbul olursan da, banımda, adada. Səbəbimizdə informasiya təhlükəsizliyinə də qəbul almaq olurdu o cürlə. Yəni, tam əmin deyiləm, amma deyəsən olurdu və bu çox qəşəngdir. Ona görə, yəni, əsas belə məqsədlərdən biri də odur da. Bir, ingilis dili öyrənməliyəm, bir, həmin bu Python öyrənməliyəm, bir də dimin fənləri də blok buraxılış özü üçün getməlidir. Buraxılışdan bir dənə ingilis dilidir. Ona da yəni onsuz da ingilisə
öyrənirik də. Yəni dili öyrəndikcə qrammatikan olsun məcburən işləməliyəm deyənə, yəni ümidvaram qəşəng gedəcəklər. Azərbaycan dili, fizika, riyaziyyat, o birisi fənnimiz hansı idi? Hə, informatika. Nəsə, yaxşı olacaq. Allah axırınızı xeyir eləsin. Prosta yemək pişdi, gəlin yeməyi yeyim. Acam bu dəqiqə. Yəni belə. Birazdan açarım kameramı, açım. Uşaqlar, hal-hazırda saat 9-a qalır, neçə dəqiqəsə mən RFO sualda, RFO neydi, bilmirəm, beynim yandı bir anlıq. Python-a biraz baxdım, ondan sonra ingilis dilinin üstünə də biraz işlədim və hal-hazırda onlayn dərsə girəcəyəm. Ona görə də videomu burada bitirəm. Sabahki videoda görüşənə qədər özünüzə yaxşı baxın və sağ olun, salamat qalın.